Bugün Vətən müharibəsinin başlamasından 5 il ötür, 2020-ci il sentyabrın 27-sində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün cəbhə boyu əks hücum əməliyyatlarına başladı. Həmin gün Ermənistanın növbəti iri miqyaslı təxribatlarına, Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks hücum əməliyyatı başladı. Sonradan Dəmir Yumruq adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan prezidenti Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi. Müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan prezidenti 2020-ci il sentyabrın 27-sində xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi. Noyabrın 8-də Azərbaycan prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bundan sonra Ermənistan məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin bəyanatı imzalandı. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Türkiyə Xarici İşlər Nazirliyi 27 sentyabr Anım Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir, 27 sentyabr Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının xatirəsini rəhmətlə yad edirik. Davamlı sülhün təmin edilməsi üçün atılan tarixi addımların bu fədakarlıqların mirası kimi bölgəmizdə sabitlik və rifahı təmin edəcəyinə inanırıq. Tək millət, iki dövlət şüarı ilə şəhidlərimizin müqəddəs mirası daima qəlbimizdə yaşayacaq. Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək. Bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov 27 sentyabr Anım Günü ilə bağlı X hesabında etdiyi paylaşımında bildirib. 27 sentyabr tarixində 30 ilə yaxın işğal və təcavüz faktına son qoyaraq hazırki post-münaqişə dövrünün reallıqlarının bölgəmizin əmin-amanlığının əsasını qoyan 44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür. 27 sentyabr Anım Günü ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizi andığımız qürur tarixidir. Tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda canlarından keçən bütün oğul və qızlarımıza Allahdan rəhmət, bu yolda sağlamlıqlarını itirən bütün müharibə iştirakçılarına şəfa diləyirik. Dayanıqlı sülh və sabitliyin hər zamankindən daha yaxın olduğu hazırki dövrdə ölkəmiz sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək deyə nazir vurğulayıb. Nikol Paşinyan, Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya olunması prosesinə başlayıb. Bu barədə Ermənistanda Hayaquya hərəkatının üzvü Menyua Saqomonyan deyib. Saqomonyan paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib. Orada bildirilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri Qarabağı dəstəkləməkdə, separatizmi müdafiə etməkdə ittiham edəndə bunu nəzərdə tutur. Sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərinin ekstradisiya edilməsi ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək müharibə olacaq deyə o bildirib. Qeyd edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əskərləri Ermənistan sərhədlərindən kənarda Qarabağda yerləşdirməkdə günahlandırıb. Seçki yaxınlaşdıqca isə qarşılıqlı ittihamlar yağdırılır, hətta iqtidar tərəfdarları keçmiş prezidentləri Azərbaycana təhvil verməyə çağırır. Xəbərlərimiz davam edir. Kərəc şəhərinin məhkəməsi İsrailə casusluq ittihamına görə 4 nəfər barəsində hökm çıxarıb. Bu haqda Əlbirz əyalətinin məhkəmə sisteminin başçısı Hüseyn Fazili Herikəndi məlumat yayıb.
O, həmin şəxslərin ikisinin edam cəzasına, ikisinin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini deyib. Bu işdə mühakimə olunan şəxslər kiberməkan vasitəsilə Xalq Mücahidləri Təşkilatı və İsrail Kəşfiyyat Xidməti və Mossad zabitləri ilə əlaqə saxlayaraq qonşu qərb ölkələrindən birinə səfər edərək onların üzvü olublar deyə məhkəmə başçısı iddia edib. Məhkum olunmuş şəxslər kiberməkanda təhlükəsizlik rabitə və fəaliyyətinin qurulması, naviqasiya, həssas yerlərin dəqiq koordinatlarının təyin edilməsi və göndərilməsi, partlayıcı mərmilərin buraxılış qurğularının və onların buraxılış mənbələrinin necə hazırlanması kimi müxtəlif təlimlər keçiblər deyə baş hakim əlavə edib. Hüseyn Fazili Herikəndinin sözlərinə görə bu şəxslər bir sıra hərbi və ictimai yerləri yandırmaq, onun videosunu göndərmək və kriptovalyuta şəklində vəsait almaq kimi hərəkətləri də həyata keçiriblər. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib. Onların bəziləri barəsində İsrailə casusluq ittihamı irəli sürülüb. İran prezidenti Məsud Pezeşkiyan cümə günü NBC telekanalına müsahibəsində deyib ki, İslam Respublikası münaqişəyə can atmır, lakin təcavüzə güclə cavab verəcək. Pezeşkiyan deyib ki, İran heç vaxt münaqişəyə başlamayacaq, lakin istənilən hücuma ən güclü cavabı verəcək. Prezident Trump deyib ki, onun administrasiyası sülh yaratmaq üçün gəlib, lakin onların tutduqları yol bütün regionu yandıracaq. Pezeşkiyan bildirib, o əlavə edib ki, Tehran düşmənlərinin qarşısını almaq üçün müdafiə qabiliyyətini artırmağa davam edir. Nüvə məsələlərinə gəlincə, o, İranın silah hazırlanması ilə bağlı təkliflərini rədd edərək, ali rəhbərin kütləvi qırğın silahlarına qarşı fətvasına işarə edib. Qeyd edək ki, İran, Amerika və İsrailin nüvə obyektlərinə zərbələr indirdikdən sonra yeraltı dağ sahəsində tikintini bərpa edib, analitiklər təmir işlərinin zədələnmiş nüvə proqramını bərpa etmək səylərini əks etdirə biləcəyini qeyd edirlər. Prezident həmçinin daxili ixtişaşlara münasibət bildirib və hicab qanunlarının icrası ilə bağlı suallara cavab olaraq İranlıların seçmək hüququna malik olduğunu deyib. O, Məhsa Əmininin işinə düzgün baxılmadığını etiraf edib. Təhlükəsizlik Şurasının sanksiyaları yenidən aktivləşdirilsə belə, İranın nüvə silahlarının yayılmaması haqqında müqaviləsindən çıxmaq niyyəti yoxdur. Bunu İran prezidenti Məsud Pezeşkiyan Nyu-Yorkda qərb jurnalistləri ilə müsahibəsində bildirib. Biz NPT-dən çıxmaq istəmirik. Xarici güclər regionu oda çəkmək üçün kiçik bəhanə axtarırlar deyə o əlavə edib. Bundan əvvəl bir sıra İran rəsmiləri və millət vəkilləri tətik mexanizminin işə salınacağı təqdirdə İranın NPT-dən çıxacağını bildiriblər. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planını dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini 6 ay uzatmaqdan imtina edib. İranın Avro-üçlük ölkələrindəki səfirləri BMT Təhlükəsizlik Şurasında İranın nüvə məsələsi ilə bağlı qətnamənin rədd edilməsindən sonra sanksiyaların gözlənilən bərpası fonunda məsləhətləşmələr üçün Tehrana çağırılıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnaməsinin bərpası məqsədi ilə birgə hərtərəfli fəaliyyət planı ilə bağlı mübahisələrin həlli mexanizmindən sui-istifadə edən Avro-üçlük ölkələrinin qanunsuz hərəkətləri fonunda İranın Böyük Britaniya, Almaniya və Fransadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb deyə məlumatda qeyd olunub. BMT-nin İrana qarşı sanksiyaları bu həftənin sonunda Təhlükəsizlik Şurasının Rusiya və Çinin İranın nüvə sazişinin uzadılmasına dair qətnaməsini qəbul etməməsindən sonra bərpa olunacaq. Bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Woodward deyib. Keçən həftə Şura 2231 saylı qətnamə ilə nəzərdə tutulan sanksiyaların bərpası prosesində lazımi addımları tamamladı. Beləliklə, bu həftənin sonunda İranın nüvə silahının yayılması proqramını hədəf alan BMT sanksiyaları yenidən qüvvəyə minəcək. Bütün üzv dövlətlər BMT nizamnaməsinin tələb etdiyi kimi bu sanksiyalara tam əməl etməyə borcludurlar deyə o bildirib. Kütləvi informasiya vasitələri və onlayn qurumlar BMT sanksiyalarının bərpası ilə bağlı xəbərləri ictimai əhval-ruhiyyəni pozarsa tədbir görəcəklər. Bu barədə İran Baş Prokurorluğunun bəyanatını yayımlayan Mizan saytında qeyd edilib.
Bəzi internet saytları və kanallar Təhlükəsizlik Şurasının səsverməsindən qısa müddət sonra qiymətlərin artması ilə bağlı həssas məzmun hazırlayıblar deyə Mizan əlavə edib. Prokurorluğun sözlərinə görə belə xəbərlər cəmiyyətin psixoloji təhlükəsizliyini poza bilər və bununla bağlı qanuni tədbirlər görüləcək. Qeyd edək ki, İranda son illər məhkəmə sistemi həssas siyasi və iqtisadi mövzularda şərhlərə görə jurnalistlərə, mətbuat orqanlarına və vətəndaşlara qarşı təzyiqlərə başlayıb. İran realı tarixi minimumu enir. Yerli məlumatlara görə Amerika dolları şənbə günü açıq ticarətdə 1 milyon 120 min reala qədər bahalaşaraq tarixi səviyyəyə çatıb. İranın valyuta bazarı Avropa gücləri ilə nüvə danışıqlarının iflasa uğramasından və BMT Təhlükəsizlik Şurasının Rusiya-Çin sanksiyalarının təxirə salınmasına dair qətnamə layihəsini rədd etməsindən sonra kəskin enişlə üzləşib. İqtisadçılar xəbərdarlıq edib ki, tətik mexanizminin aktivləşdirilməsi qeyri-rəsmi bazalarda da rekord səviyyədə bahalaşmalara səbəb ola bilər ki, bu da qısa müddətli çaxnaşmaya səbəb ola bilər. İranda cari məhsul ilində buğda istehsalı keçən ilə müqayisədə 2 milyon 500 min ton azalıb. Bu haqda İran Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranın buğda tələbatı 16 milyon 950 min ton olduğuna görə buğda açığı 3 milyon 450 milyon tona çatıb. Qeyd edək ki, İran su və torpaq ehtiyatlarının çatışmazlığı, eləcə də əhalinin artımı kimi ekoloji amillərə görə istehsal çatışmazlığı ilə qarşı-qarşıyadır və buğda, düyü və arpa kimi taxılları olan tələbatı ödəmək üçün idxaldan asılıdır. İranın bəzi kənd təsərrüfatı məhsullarının istehsalında disbalans olduğu halda taxıl idxalından asılılığı bəzən 2,5 dəfəyə qədər artıb. Davam edirik. Sərhəddə nəzarəti gücləndirmək planı çərçivəsində Türkiyə Cümhuriyyətinin İranla sərhəddə divar çəkməsi prosesi davam edir və bu günə kimi 204 kilometr sərhəd divarının inşası başa çatıb. Bu haqda Türkiyə mediası məlumat yayıb. Məlumata görə daha 91 kilometr divarın çəkilməsi prosesi də davam edir. Türkiyə rəsmiləri sərhəddə elektro-optik müşahidə qüllələri, radar, pilotsuz uçuş aparatları, pilotsuz nəqliyyat vasitələri və termal kameralar da daxil olmaqla müasir texnologiyalardan istifadə edildiyini açıqlayıb. Ərazidə zenit silahları və pilotsuz uçuş aparatları ilə təchiz edilmiş komando bölmələri, snayperlər və zirehli texnikalar da yerləşdirilib. Bu tədbirlər qaçaqmalçılığın, qeyri-legal immiqrasiyanın qarşısının alınmasına, xüsusən də çətin gediş-gəliş olan ərazilərdə nəqliyyatın hərəkətinə nəzarətin artırılmasına yönəlib. Amerika prezidenti Donald Trump Ukraynalı həmkarı Volodimir Zelenskiyə Amerika silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə qoyulan qadağanı ləğv etməyə hazır olduğunu bildirib. Bunu Trump Zelenskiyə çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə deyib. Qəzet onda qeyd edir ki, Zelenski Trumpdan Ukraynanı daha çox uzaq mənzilli raketlərlə təmin etməyi və bu silahlardan Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verməsini istəyib. Trump isə cavabında bildirib ki, o bu fikrə qarşı deyil. Lakin qəzetin mənbəsinin sözlərinə görə Ağ Ev rəhbəri sadəcə açıqlamalarla kifayətlənib və bu cür zərbələrə qoyulan qadağanın ləğvi ilə bağlı heç bir öhdəlik götürməyib. Qəzet onda bildirib ki, Ukrayna nümayəndə heyəti yaxın vaxtlarda Pentaqon rəhbəri Pete Hegsethlə danışıqlar aparmaq üçün Amerikaya gedəcək. Ukrayna Çuvaşiyada neft nasos stansiyasına dronla zərbə endirib. Bu barədə Respublikanın rəhbəri Oleg Nikolayev bildirib. Onun sözlərinə görə pilotsuz təyyarə Çuvaşiyada neft nasos stansiyasına zərbə endirib. Müəssisənin işi dayandırılıb. Əhali üçün təhlükə yoxdur, xəsarət alan da yoxdur. Kiçik ziyan dəyib deyə Nikolayev əlavə edib.